Hörmətli izləyicilər, bugün biz Saatlı rayon Azadkənd kəndində bir neçə ailə var ki, qarşıdan gələn 15 iyun Qurtuluş günü münasibəti ilə bizim redaksiyamızı, yəni Aziz Fermer TV redaksiyasını dəvət ediblər. Biz hal-hazırda Hacaliyeva Göyçəyin evindəyik. Onun qardaşı, bacısı oğlu, öz oğlu, evlatları bir araya gələrək bax bu gedən proseslə bağlı 15 iyun Qurtuluş günü münasibəti ilə Ulu Öndər Heydər Əliyevin ruhunu şad etmək məqsədi ilə cənab Ulu Öndər Heydər Əliyevin Azərbaycanımıza etdiyi bu xidmətlər barədə öz fikirlərini səsləndirmək məqsədilə biz bir araya gəlmişik. Bu sevinç, bu Heydər Əliyevə olan məhəbbət, istək sizdə, yəni ki, nə etibarlıdır? Heydər Əliyev, onu bilirəm ki, Ulu Öndər müəllim, şəxsən öz adımla deyirəm, hər şey verib bizə, hər bir şey. Ulu Öndərdən çox yadigarlar qalıb, çox tövsiyələr qalıb. Mən onun hansını deyim, hansından başlayayım? Məsələn, 93-cü ildə bilirik də, ölkəmiz, deməli, ölkəmiz parçalanma səviyyəsində. Bəli. Vətəndaş qarşı durması, vətəndaş müharibəsi, sabitliyimiz belə məhv olurdu, suverenliyimiz əldən çıxırdı. Bu dövrləri yaşamışam. O dövrləri yaşamışam. Heydər Əliyev hakimiyyətə gəlməsəydi əyərlərə, bizim sonumuz yox idi. Mən ziyalı deyirəm. Bir sadə orta təhsilli adamam, uzun danışmıram. Mən qısasından müəllim danışıram ki, Heydər Əliyev gəlməsəydi, biz məhv olub, Azərbaycan məhv olub gedəcəkdi. Bu önəmli bir şeydir. Heydər Əliyevdən də sonra, Ulu Öndərimizdən də sonra qalan onun yadigarları, İlham Əliyev, Mehriban xanım, onun dəyərli qoyub getdiyi siyasətlərlə, siyasi yolları ilə davam elətdirir. Elə bil, ruhu şad olsun. Heydər özü sağdır. Mən bunu bilirəm. Bundan başqa mən heç nə bilmirəm. Heydər, Ulu Öndər əgərləri Azərbaycana gəlib, yiyə durmasıydı, xilaskarı olmasıydı, Azərbaycan yox idi. Ümumiyyətlə bir sözlə Ulu Öndər Heydər Əliyev Azərbaycanımızın xilaskarıdır. Ulu Öndər Azərbaycanımızın xilaskarı olub. Bunu da biz mütləq qeyd eləməliyik. 15 iyun Qurtuluş günümüzdə Heydər Əliyevin ruhunu biz bu cür şad eləyə bilərik ki, onun ruhu şad olsun ki, yerdə qalan vətəndaşları heç olmasa onu yadda saxlayıb, yaşı çatanlar, mənim yaşım çatır. Onun elədiyi siyasətlərin dövrünə, o bizi xilas eləmək, mənim yaşım çatır. Ona görə də deyirəm, Heydər Əliyevin danılmaz bir haqqı bütün vətəndaşdır, bir Azərbaycanın boynunda var. Bəli. Onun ruhu şad onda olurdu ki, xalq onun ruhunu şad eləyir. İkinci səhərdə onun ruhu şad oldu ki, İlham Əliyev Qarabağı azad elədi. Bəli, bəli. Qarabağı azad elədi. Bizim də uşaqlarımız, bacım oğludur, öz oğlum, mənim oğlumdur, o biri bacım oğlu, hamısı İbrahim, Əl-Safazi, Şafail. Mənim onun çağırışına bizim uşaqlarımız getdi. Hərəmizin, bacımın da bir oğlu var, mənim də bir oğlum var. Getdi, 44 gün müharibədə Qarabağı azad elədir, onun çağırışı ilə. Qayıt geri. Bütün dünyada bəyan oldu ki, Azərbaycan xalqının keçmiş ulu önləri prezident Heydər Əliyev var imiş. Onun apardığı siyasət idi ki, Qarabağ azad oldu. Bəli. Sən gözəl fikirlər səsləndirdin, bir tarix danışdın, amma özünü təqdim elə ki, izləyicilərimiz
Siz Hazal tanısınız. İbrahim, Saatçıların Azatkent kəndinin sakinidir. Oğlun ki döyüşə gedib, 44 günlük müharibəyə. Bunlar hansı əhval-ruhiyyə ilə getdilər? Xoş əhvallığı ilə getdilər ki, bizim elə prezidentimiz var. İnamı var idi də. İnamı oldu deyə. Qələbiyə inamı var idi. Qələbiyə inamı oldu deyə bizim uşaqlarımız getdi. Ali Başkomandanın Çağırışına durdu. Qarabağda azad elədilər. Sağ salamatlar qayıtdılar bizim yanımıza. Çox şükür. Sənin oğlunun adı nədir? Rahil. Rahib oğlu Bəli. Hazaliyev. Bəli. Eləmi? Elədir. Allah sizə ömür versin. Sağ olun, Allah Oğlu da həmişə xoşbəxt eləsin. Sağ olun. Biz veteranların qarşısında, qazilərin qarşısında, şəhid ailələrin qarşısında bütün Azərbaycan xalqı baş əyir. Onlar can qoyublar, əziyyət çəkiblər. Ali Başkomandamızın ətrafında, onun çağırışında möhkəm olaraq, onun ətrafına yığılaraq məqsəd ölkəmizin işğal altında olan torpaqları azad etmək, qələbə zirvəsinə qalxmaq. Bu yolda sənin oğlunun da fəaliyyəti var, minnətdaram. Rahib kişi, təşəkkür edirəm, çox sağ ol. Elə evladım var, o bizim üçün fərəhdir, şərəfdir. Bu oğlun haqqında nə deyə bilərsən? Biz bayaq dedik ki, Ulu Öndər Heydər Əliyevin apardığı siyasi kursu Cənab Prezidentimiz İlham Əliyev davamlı şəkildə və çox mütəşəkkil həyata keçirərək qələbə zirvəsinə gətirdi. Söz yox ki, Cənab Prezidentimiz əlbəttə Azərbaycan gənclərinə, Azərbaycan xalqına güvənən bir prezidentdir. Onun bütün məsləhətləşmələr Azərbaycan xalqı iləndir. Həmişə arxasında Azərbaycan xalqını bir qüvvə olaraq görüb, müdafiəsində dayandığında görüb və eyni zamanda, bax, belə bir gənclərə güvənərək o böyüklükdə qələbəyə nail olmaq şansı əldə etdi. Bax, bunlar hamısı qarşılıqlıdır bir-birinə. Nə deyə bilərsən, hansı təəssüratları yaşadın? O təəssüratları birinci mən o deyə bilərəm ki, bizim irəlini görən İlham Əliyev kimi rəhbərimiz olduğuna görə açığı, müəllim, mən şəxsən özüm də yeganə evladım var, ondan başqa mənim heç kimim yoxdur. O uşağı mən özüm də könüllü yolladım. Mən bilirdim ki, bizim dünya görmüş, təcrübəli, irəlini görmüş rəhbərimiz var. Qarabağ azad olacaq, sağ salamatda mənim uşağım gələcək. Demək, prezidentin, sərkərdəmizin də iradəsinə, uzaqlığına, mən ona arxayın ol, uşağını yollamışam. inanırdı. Özü də uşaq, bəli, inamım var idi. Tək qaldım evdə, o uşaq könüllü getdi. 44 gün müharibənin 44 gün müharibədən, bəli, könüllü getdi. Əvvəlindən, Füzulidən başladı, Laçına qədər döyüşdə. Müharibə dayandı, gəldi. Uşaq özü könüllü getdi, özüm də razı oldum. Aydındır. Ümumiyyətlə, rəhbərimiz arxayın idim mən. Ulu Öndər Heydər Əliyevin siyasəti ilə bağlı fikirlərinizi bu qələbə zirvəsidir, ondan sonra ordu quruculuğundakı nailiyyətdir, Azərbaycanımızdakı olan böyük inkişafdır. Bunların hamısını siz Ulu Öndərin əvvəlcədəndən köklü şəkildə, təməlli şəkildə qoyduğu siyasətin nəticəsi olaraq qeyd edirsiniz. Bəli. Siz nə deyə bilərsiniz? Yəni, Ulu Öndərlə bağlı nədir sizi Ulu Öndərə bağlayan? Mən yadımda o qalıb ki, Ulu Öndər gəlməmişdən qabaq vətəndaş müharibəsi var idi. Qardaş qırğını düşürdü. Oğurluqlar baş alıb gedirdi. Bunun ölkədə parçalanma olurdu. Tamamilə. 93-də Ulu Öndər gəldi. Gəlməsəydi nə olacaq? Gəlsəydi nə olacaq? Gəlməsəydi vətəndaş müharibəsi baş alıb gedirdi. Azərbaycan məhv olacaq. Ölkəmiz viran olurdu. Sərvətimiz gedirdi. Evlatlarımız da şəhid olurdu. Evlatlarımız şəhid olurdu. Millət də ac idi. Ulu Öndər gələndən sonra evlatlar müharibədə dayandı. Analar ağlamadı. Ölkədə dirçəliş oldu. Ölkəmiz dirçəldi. Sabitliyimiz bərpa oldu. Mən gördüklərim bu oldu. Hazaliyev İbrahim izləyicilərimizə deyirəm. Göyçək xanımın elə bax o tək evladıdır, tək oğludur. O 44 günlük müharibədə
özü könüllü gedib, müraciət yazmaqla gedib döyüşüb, gəlib, şükür ki, sağ-salamat Çox gəldi. şükür. Bax, sən gənc olaraq Ulu Öndər haqqında hansı təəssüratların var? Məsələn, bunlar yaşlı nəslin nümayəndələridir. Heydər Əliyevin bütün fəaliyyəti dövrünü canlı görürlər. Və sən bir gənc olaraq onun haqqında hansı məlumatların var? Nə deyə bilərsən? Elə belə bir görə bir məlumatın nələr? Sizə xoş gəldin deyirəm. Xoş gəlmisiniz. Yenə bizim bu sözlərimizə çatdırırsınız, sizi vasitə özünə çəkiliş vasitəsilə İctimailəşdiririk, bəli. Çatdırırıq. Mən, yəni yaşım çatan Ulu Öndərə yaşım çatmasa da, böyüklərdən onun yaxşı işləri, yaxşı xeyirxah əməllərini eşidirəm. Ona görə də biz də dəstəkləyirik və indi uşaq evin güzgüsüdür deyərlər. Onun davamçısı cənab Prezident İlham Əliyev, yəni gördüyü işlərdən bilinir ki, atası da Ulu Öndərdə, yəni xeyirxah işlərlə məşğul olub, xeyirxah əməllər görüb və biz də dəstəkləyirik. Xilaskarımız kimi tanıyırıq. Bəli, biz xilaskarımız kimi Bir söz deyir İlham Əliyev, cənab Prezidentimiz belə bir söz deyir. Deyir ki, xoşbəxt adamam ki, ata vəsiyyətini həyata keçirə bildi. O da ata deməli vəsiyyəti də Qarabağ torpaqlarını işğaldan azad edib, Şuşada, Laçında, Xankəndidə bütün işğal altında olan torpaqların alınması uğrunda onun elə bir ki, böyük arzuları var idi. Və o istiqamətdə təməlli siyasi proseslər hazırlamışdı ki, onu cənab Prezidentimiz o siyasəti davam etdirdi, Ulu Öndər Əliyevin davamçısı olaraq və o qələbə zirvəsinə gəldi, çatdı. Ona görə sizin də o qələbə məsələlərində sizin orada payınız var, haqqınız var. Siz gedib orada döyüşmüsünüz, cənab Prezidentimizin çağırışına səs vermişsiniz. Yəni mən özüm şahid oldum ki, Azərbaycanımızda fərarı deyilən elə bir kimsə tapılmadı. Çünki hamının məqsədində cənab Prezidentimizin ətrafına birləşərək və bütün qüvvələri bir araya gətirərək canı ilə, qanı ilə vətənimizə işğaldan azad etmək, bax buna nail olmalıdır. Biz bunların da görmüşük, şahidiyik. Yenə də cənab Prezidentimiz dəvət etsə ki, yenə də Azərbaycanımızda problem yaranır, hansısa bir xain qüvvələr meydana çıxıb, təxribatlar yaranıb, ona qarşı yenə çağırışına hansı fikirdəsən? Yaxşı fikirdə, o nə deməkdir? Yəni çağırışına səs verəcəksiniz. Çağırışına səs verəcək. Necə ki, 44 günlük müharibədə könüllü getdi, iştirak elədi, yenə də hazırıq. Bir sözlə cənab Prezidentimizin ətrafında dəmir yumruq siyasətinin bir nəfərisiz də. O ətrafda dayanmışsınız, Prezidentimizi dəstəkləyirsiniz. Hər şeyə layiq bir Hər yaxşı şeylərə Azərbaycanlı olub. Azərbaycanlı olub, Azərbaycanın xalqının da yolunda öz həyatını təhlükə altında qoyub, düşmənlərlə üz-üzə gedərək. Tamamilə. Mən fəxr eləyirəm ki, Azərbaycanın Heydər Əliyev kimi oğlu var. Allah köməyin olsun. Fəxr eləyirəm ki, mən özüm də Azərbaycanlıyam. Əlsafa, sən hal-hazırda da antiterror prosesində də iştirak eləmişsən. Kəlbəcər, Şuşa istiqamətində döyüşdə olmuşsan. O 44 günlükdə. İndi qeyd edirəm ki, Pəri xanımın oğludur, Əlsafa Həsənov. Yəni, onun da bir xoş sözlərini eşitmək istəyirdik ki, siz Ulu Öndərə gəncdir, Ulu Öndərimizin fəaliyyəti ilə bağlı nə deyə bilərsən və indiki son mübarizələrin haqqında nə deyə bilərsən? Buyur Əlsafa, sən də deyil. Mən 2016-dan hərbi sıralarındayam və mən hərbi sıralarında olaraq mən onu öyrəndim ki, və videolar bizdə hərbi cəhətdə Neçənci ildən olmuşsan? 2016-dan mən hərbidə olmuşam. Yəni xidmətdə olmuşsan? Bəli, 2016-dan əskəri. Çağırışçı kimi? Bəli, əskəridən, bəli. Harada xidmət eləmişsən? Naxçıvanda olmuşam. Naxçıvan Hüseyin. Xidmətlərin necə keçib? Yaxşı? Yaxşı keçib və superdə xidmət eləmişəm. Hər xidmətimdə də tərtibnamə, təşəkkürüm, fəxrlənirəm. Tərtiblənmişəm xidmətimdə. Həm atışlarımda, həm idmanımda, döyüşlərimdə də ki,
Siz bunun gözünüzü Xidmət etdin, qurtardın, gəldin. Bəli. 2000-ci ildə oldu. Nə Vətən vaxt səni müharibəsi- çağırdı? Vətən müharibəsində çağırış oldu və mən burada 44 gün müharibəsində də iştirak oldum. 2022-də də Antwerp əməliyyatında oldu. Deməli, xidmətdən sonra Qaldım, davam elədim. Xidməti davam etdin. Bəli, qaldım, davam elədim. 2023-də də oldum. Məndə olan məlumata görə siz orada qrup komandiri olmusunuz. Bəli, elə mi? döyüş- Neçə postun alınmasında iştirak eləmişsən? Bütün orada Allah rəhmət eləsin. Şəhidlərimizə, qazilərimizə də Allah can sağlığı versin. Mən bir hərbiçi olaraq yenə də bugünkü məsələn yaralı zədə aldım, amma yenə də mən onların qarşısında borcluyam və onların qarşısında baş əyirəm. Və bugünkü gündə 14 nəfər 2022-də 14 nəfər döyüşə girmişik, 6 şəhid, 4 yaralı vermişik, 4 nəfər sağ qalmışıq. Və o 14 nəfərə 6 post götürmüşük və bizim məsələn orada 14 nəfər elə bir maneələr var idi ki, biz 14 nəfərə qarşı 80-90 nəfər gəlirdi. Amma məsələn cənab prezidentimizin bir əmri var idi. Biz onu əmr idi. Bizim işğalda olan əl altında torpaqlarımız var idi, neçə illərlə. Biz onu 14 nəfərə hər qrup məsələn öz istiqamətlərində döyüşürdü və biz girdik. Bizə 47 dəqiqə vaxt verdilər ki, bir postu götürməyə. Biz o postu götürməyimiz 6 dəqiqə çəkdi. Və təzyiqi gəldi, oldu, qaçdılar, getdilər, ya da qırıldılar. Postu atıb qaçmağa və mən o böyük hiss idi ki, böyük bir şərəf idi. Onların bayrağını görmüşəm mən. Böyük bir şərəf idi ki, onların bir bayrağı dalgalanırdı. Mənim də bir bayraq var idi üstündə. Mən üçün o bayrağı sökmək bir şərəf idi. Və o bayrağı gördük ki, o bayraq orada dalgalanır, düşmən bayrağıdır. Heç məsələn onu adam öz üstündə əsəb və qəzəb olur ki, buna bax, mənim 3 rəngli bayrağım qalır mənim üstümdə və düşmən bayrağı gör öz torpağımda dalgalanma. Biz o bayrağın bir videosu da var bizdə. Bayrağı açdıq dirəyin, bayrağı atdıq öz ayaqlarımızın altına və bizim bayrağı orada taxdıq və dalgalandırdıq. Oradan bir video çəkdik ki, və bizim bir videomuz da var. Çəkmişik ki, cənab prezident verdiğiniz əmrə, verdiğiniz tapşırığa görə biz tapşırıqları itkisiz və yarası yerinə yetirmişik. Videomuzda çəkdik və orada deyir ki, Qarabağ Azərbaycandır, o dəmir yumruğu göstərdik orada da. Adi məsələn posta 2023-də posta biz posta girəndə getdik 2023-ün sentyabr idi. Getdik, girdik posta girəndə düşmən məsələn döyüşçüsü posta qaçırdı, deyirdi ki, Azərbaycan xüsusiyyəti gəlir, Azərbaycan döyüşçüsü gəlir. Bu insan o boyda əlində silah atıb qaçır. Yəni buna qədər qorxu çəkirdilər bizim əsərlərimizə. Bu 44 günlükdə cənab prezidentin göstərdiyi və irəli sürdüyü tapşırıq, orada işte siyasəti, gör düşmənin o boyda, məsələn 5 nəfər Azərbaycan döyüşçüsü, 200-300 nəfər düşmən döyüşçüsü 5 nəfərin qabağında qaçır. Ki, Azərbaycan döyüşçüsü gəlir. Bu cənab prezidentimizin özün sürdüyü, ən irəli yetirdiyi tapşırıqlar idi, biz üçün şərəf idi, biz üçün bir duyğudur. Mən yenə də xidmət edirəm, Azərbaycan ordusunda və Azərbaycan sırasında xidmət edirəm. Xidmətimdən də razıyam, şərəfli xidmət edirəm, böyük şərəfdir. Bu sənətdə, bu xidmətdə xidmət eləmək böyük şərəfdir, böyük nəticədir. Sən indi burada hesab edirsən ki, bu qədər nailiyyətlərin hamısı Ulu Öndər Heydər Əliyevin onun qoyduğu o təməlli siyasətin nəticəsidir. Və Ulu Öndər Heydər Əliyevin siyasətinin layiqli davamçısı İlham Əliyev tərəfindən layiqincə yerinə yetirilməsinin nəticəsidir ki, qələbə zirvəsinə çatır. Yaşım çatmır. Məsələn, onların Ulu Öndərimizin gəldiyi 93-də o qədər belə yaşım çatmır. Amma mən xilaskarımız kimi dövlətçi olaraq, bir hərbiçi olaraq, mən siyasət sevən adamım, çox baxıram. Çünki Ulu Öndərimizin qarşı ən birinci hakimiyyətə gəlməyinin videolarına baxıram və onda o çıxışlarına baxıram. Xalq
Heydər Əliyev neçə insanlar olaraq yenə də Ulu Öndərimiz Heydər Əliyev gəlir, xalqa baxırsan ki, o gələndə xalqın üzü gülür, xalqa bir sevir, bir dəyəri baş verir ki, ürəkləşir ki, Ulu Öndər Heydər Əliyev gəldi. xilaskar oldu da. Çünki millət bu dövlət, məsələn, bu xalq bir elə bir, necə deyim, bir şans yarandı. Çıxdı bu çətinliklərdən. Elə bir düşürdü uçuruma, Ulu Öndər Heydər Əliyev gəldi, xalqı uçurumdan qalxızdı, çıxartdı. Bu xalq dirçəldi, bu xalq siyasətə, Azərbaycan özünə gəldi və onun davamçısı Cənab Prezident İlham Əliyev də onun davamçısıdır və onun qoyduğu tapşırıq və onun irəli sürdüyü addımlar bizə qanıdır. Çox sağ olun, təşəkkür edirəm. Çox sağ ol. Bu dəvəti yüksək səviyyədə çatdırırsınız. Hörmətlə qarşılayıram, minnətdaram ki, siz Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına etdiyi bu böyük xidmətləri yüksək səviyyədə qiymətləndirirsiniz, dəyərləndirirsiniz və onun ruhunu şad etmək məqsədi ilə bir araya yığışmışsınız, mənə də dəvət etmişsiniz, istəyirsiniz ki, siz bu ürəyinizdən gələn fikirləri ictimailəşdirək, bütün izləyicilərimiz də sizin fikirləri dinləsinlər.